Salam. Türkiyə hərbi hava qüvvələrinə məxsus olan C-130 hərbi yük təyyarəsinin Azərbaycandan havaya qalxıb və Gürcüstan ərazisində qəzaya uğradığı bildirilir. Bu təyyarə bədbəxt hadisə nəticəsində, yəni texniki nasazlıq və yaxud da ki, səhlənkarlıq və ya digər normal səbəblərdən qaynaqlanaraq baş verən qəzadır, yoxsa qəsdən törədilmiş qəzadır. Bu haqda az sonra indi fikir yürüdəcəyik, danışacağıq. Mən həmən görüntüləri sizə təqdim edirəm. Gürcüstan mediası da təyyarənin qalıqlarını göstərib artıq video çəkilişlər edir. Bu kənardan çəkilmiş bir görüntüdür. Başqa bir video da var, onu da sizə göstərəcəm. Rəcəb Tayyip Ərdoğan bununla bağlı bir çıxış edibdir, münasibət bildiribdir və dəyərli izləyicilər, xahiş edirəm ki, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Bugün 11 noyabr 2025-ci il tarixidir. Türkiyə hərbi hava qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin bugün Gəncə şəhərindən havaya qalxdığı və bir qədər getdikdən və Azərbaycan ərazisini tərk etdikdən sonra Gürcüstan ərazisində qəzaya uğradığı bildirilir. Mən sizə konkret təyyarə radar sistemlərindən görüntüləri də göstərirəm. Gəncədə hardan çıxıb, hansı istiqamətdə gedib, diqqətlə ekrana baxın. Deməli, Gəncə şəhərindən havaya qalxıbdır, Mingəçevir su anbarı üzərindən çıxıb və dövrə vurub və Rusiya sərhəddinə yaxın bir ərazidən Gürcüstan ərazisinə daxil olub və ondan sonra təyyarə radar sistemlərindən itib, ondan sonra artıq xəbərlər gəlib ki, 130 təyyarəsi qəzaya uğrayıbdır. Bununla bağlı Müdafiə Nazirliyi Türkiyədə açıqlama veribdir və bildirilib ki, qəzaya uğrayan Türkiyə hərbi kargo təyyarəsində 20 nəfərdən ibarət heyət olubdur. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran Gürcüstan-Azərbaycan sərhəddində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı açıqlama veribdir. Burhanəddin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədi ilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıbdır və mən sizə indi həmən təyyarənin qəzaya uğramasının başqa bir görüntüsünü də göstərəcəm. Diqqətlə ekrana baxaq. Bu görüntüləri kim çəkib bilinmir. Sosial şəbəkələrdə paylaşılır və həmin təyyarənin qəzaya uğradığını göstərən görüntülər olduğu bildirilir. Hansı ki, Azərbaycanın hökumət saytlarında bu xəbərlər, bu videolar paylaşılır. Daha sonra alov qalxır. Paraşütü yox. Nə dilinə danışıqlar açıq, mənə tam bəlli olmadı. Gürcü dilidirmi, Azərbaycan dilindimi, yəni qarışıq bir dildir. Çəkənlərin kim olduğu bilinmir. Amma Azərbaycan hökumət saytlarında artıq bu videolar paylaşılır. Mənim şəxsən ekranda gördüyüm bu videolardan gördüyüm təyyarə biraz fərqli görsənir C-130 təyyarəsindən. Bəlkə də mən yanılıram. Ekrana baxağın. C-130 təyyarəsi bax budur. Və qarşıda 4 pərli təyyarədir, yük daşıyandır və insanlar da daşıyır və artıq Türkiyə Müdafiə Nazirliyi və Türkiyə Prezident Administrasiyası bildirib ki, 20 nəfər orada heyət olubdur və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bununla bağlı çıxış edibdir. İndi həmən çıxışı da mən
ekrana verirəm. Azerbaycan'dan ülkemize gelmekte olan C-130 tipi askeri uçağımızın Gürcistan-Azerbaycan sınırında düştüğü bilgisini derin bir üzüntüyle öğrendik. Enkaza ulaşma çalışmalarıyla ilgili ülke makamları ile koordineli biçimde çalışmalarımız devam ediyor. İnşallah bu kazadan en az bir badire ile çıkarız. Rabbim şehitlerimize rahmet eylesin ve dualarımızla inşallah onların yanında olalım. Bəli, Gürcistan ərazisində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin harada qəzaya uğramasını Türkiyə mediasında bu cür göstərirlər. Baxın, elə mən biraz öncə radar sistemlərindən çıxardılan həmən təyyarə trayektoriyasını göstərdiyim kimi dövrə vurub Gürcistan ərazisinə daxil olur. Tiflisə biraz qalmış havada. Vurulubmu, qəzaya uğradılıbmı, yoxsa bədbəxt bir hadisədir, nasazlıqdan və s. bu kimi səbəblərdən baş verən bir qəzadır. Bunu hələlik demək tezdir, çətindir. Amma Türkiyə deməli prezident administrasiyasından çağırış, diqqətlə çağırış var ki, bu barədə yalnız təsdiqlənmiş xəbərləri dinləyin, eşidin. Amma Rəcəb Tayyip Ərdoğanın çıxışında bir məsələ mənim diqqətimi çəkdi. Dedikləri sözlər bildirir ki, orada ölənlərin, şəhidlərə Allahdan rəhmət diləyirəm. Yəni, orada ölənlərin olduğunu artıq təsdiq edir və onları da şəhid adlandırır. İndi Rəcəb Tayyip Ərdoğan şəhid deyərkən sadəcə Türkiyədə, hərbidə, polisdə kim bədbəxt hadisə nəticəsində belə ölsə şəhid kimi qəbul olunur, bunu belə başa düşməliyik. Yoxsa Rəcəb Tayyip Ərdoğanda artıq hansısa ipucu məlumatlar var ki, onlar qəsdən törədilmiş bir hadisənin nəticəsində həlak olublar və ona görə də onları şəhid adlandırılır. Yəni, döyüşdə, müharibədə ölənlərə şəhid deyilir və qəzaya uğradılanlara, qəsdən öldürülənlərə şəhid deyilir. Sözün açığı, mən Rəcəb Tayyip Ərdoğan şəhid deyərkən tam aydınlaşdıra bilmədim. Və Gürcistan mediası artıq hadisə yerində olub və oradan təyyarənin bəzi qalıqlarını göstərə bilib. Təyyarənin əsas hissəsini isə göstərməyib hələlik. საქართველოს შინაგან საქმეთა მინისტრ გელა გელაძეს, რომელიც ასევე შემთხვევის ადგილზე მიემგზავრება. საუკეთესოს უსურვებ ჩვენს პატივცემულ ერს, წერს თურქეთის შინაგან საქმეთა მინისტრი. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı məktubu ünvanlayıb və bu da prezident az saytında yayımlanır. Əziz qardaşım, Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcistan ərazisində qəzaya uğraması nəticəsində hərbiçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. İlham Əliyev 11 noyabr 2025-ci il tarixində. Artıq sosial şəbəkələrdə həm Azərbaycanda, həmçinin də ki, elə Türkiyədə bu məsələ müzakirə olunur ki, o təyyarə qəzaya mı uğradılıbdır? Və burada günahkar kim qəbul olunur? Sosial şəbəkələrdə bu şərhlərin mən şahidi oldum. Rusiyanın bir məqsədli bir təxribatı kimi qiymətləndirilir. Bunlar təsdiqlənmiş xəbər deyil. Əgər belədirsə, niyə hansısa xarici qüvvə, Rusiya və yaxud da ki, başqa bir qüvvə bunu etməyə çalışsın? Biz çox ümid edirik ki, həm Azərbaycan hökuməti, həm Gürcistan, həmçinin də ki, Türkiyə hökuməti qəzanın təfərrüatları, detalları, səbəbləri barədə hər üç ölkəyə
ictimaiyyətinə açıqlama verər və gizlədilməz. 2024-cü ildə Azərbaycana məxsus olan Azalın təyyarəsi Rusiya ərazisində vuruldu. Bunu oradan-buradan yalnız biz söhbətlərini eşitdik. Rəsmi şəkildə hər hansı bir etiraf və yaxud da ki, bu cinayəti törədənlərin cəzalandırılmasının bir şahidi olmadıq. Mən düşünürəm ki, Türkiyə özünün hərbi təyyarəsinin və hərbiçilərinin öldürülməsinə və yaxud da hətta bədbəxt hadisə nəticəsində ölümünə də göz yummaz və tam gerçəklər açığa çıxar. Və onu da sonda qeyd edim ki, həm Azərbaycan, həm Türkiyə, həmçinin də ki, Gürcüstan birgə qəza yerində işlər aparır. Növbəti buraxılışlarımızla yəqin ki, daha detallı xəbərlər alacağıq. Sağ olun, Allah rəhmət eləsin ölənlərə.